səhər yaxşı qidalanmaq lazımdır, bol proteinli. Günorta da mütləq şorba, bir ara öğün də olar. Məsələn, işimizdən asılı olaraq fiziki aktivliyi çox olanlar ara öğünlərdən də istifadə edə bilərlər. Amma axşam öğünləri çox az kalorili, bol lifli qidalanmağı tövsiyə edirəm. Lif də meyvə tərəvəz də qabıqlı şəkildə tükətmələri, xüsusən tərəvəz. Bizim millət meyvəni çox sevir. Maşallah, meyvə qablarımız bir belə, bir 10 kilo doldurub qoyuruq. Öz axşam saatlarında yeyirik. Amma bilmirik ki, fruktoza da şəkəri qaldırır. Bu da çox ziyanlıdır. Tərəvəzlərdən çox istifadə eləmək. Tərəvəzləri sevək. Brokoli, kələm, kələm kimilərin hamısı, gül kələmi və s. qırmızı kələm, ağ kələm, ondan sonra göyərti. Bunlar bizim stolumuzdan əsik olmasın. Yaşıllıqlar, bol liflərdir. Çünki nə qədər lif yeyiriksə, bağırsağımız o qədər sağlamdır, qəbizliyimiz yoxdur, metabolizma sürətlidir, həm də xoşbəxtlik hormonumuz da bağırsaqda əlaqədar olduğu üçün biz də xoşbəxtlik. Az yemək, çox yaşıllıq, şəkərdən uzaq və çox hərəkət. Ən azı gün ərzində yarım saat hərəkət edək, yürüyək.